5. Deyir ki 17-ci əsrin 50-ci illərində İngiltərə tarixinə aiddir. Oxu Rəsul. Ben burada deyir ki, 17-ci əsrin 50-ci illərində İngiltərə tarixinə aid deyil. Bir, Respublika idarəetmə sistemi mövcud idi. Mən bu düzgündür. O vaxt orada Respublika idarəetmə sistemi idi. Əhali parlamentdən narazı idi və parlamentdən narazı idi. Sonra parlament monarxiya idi. Mən bu yanlışdır. Parlamentli monarxiya deyil idi. Bəli, parlamentli monarxiya neçənci ildən çevrilmişdi İngiltərə? 1660-dan sonra. 1689-cu ildə hüquqlar haqqında Aynen. bill olur. Ondan sonra parlamentli Evet, monarxiyaya çevrilirdi, düzdürmü? ben. Sonra Ticarət zəiflənmiş, bu durğunluq yaratmışdı. Bu da düzdür müəllimə. Kənd bəli, təsərrüfatı, kənd təsərrüfatı məhsulları azalmış, qiymətləri bahalaşmışdı. Bu da düzdür. Burada deyirdik ki, azalırdı, qiymətlər də bahalanırdı, əhali narazı idi. ay sağ ol. İrlandiyaya müstəqillik verilmişdi. Mən bu İrlandiya müstəqilliyini bunu bilmirəm. İrlandiya o nə vaxt tutulmuşdu? Elə İrlandiya Bəli, 1649-da tutulmuşdu da, düzdürmü? bəli, 49-da bəli. tutulmuşdusa 50-ci illərdə elə burada işğalçılıq siyasəti genişləndirirdi. İrlandiyada Bəli. kapitalizmi nə etməyə çalışırdılar deyirik, İnkişaf inkişaf etməyə. elətdirməyə çalışırdılar da. Yəni bura hələ müstəqillik verilməmişdi. Bu səhvdir. Sonra Bəli. Ordunun xərcləri artmışdı. Ordunun xərcləri bəli artmışdı. Çünki bəli. daha çox hücumlar eləyirdilər ora-bura, Hı xərcləri -hı. də artırdı. Bəli. Çünki işğalçılıq Şotlandiya, siyasətindən çox məşğul olurdular da. bəli, Şotlandiyaya ilk işğalçı çox yürüşlər başlamışdı. bu Bu da da düzdür. 1649-cu ildən götürükdən, yəni 50-ci illərdən artıq Bəli. götürürsünüz bunu. Deməli, burada Burada olacaq cavabımız nə 3 oldu? olmaq. Respublika idarəetmə sistemi idi. Bəli, neçənci ildən Respublika 2006. sistemi idi? 1649-dan 1649-dan neçə 60-a kimi? qədər. Bəli, 60-a qədər. 1653-ə kimi. 53. 58. 53-dən Şey, 59-a kimi nə dövr idi? Lord Protektoruğu. Bəli, 1653-dən deyirik ki, yəni 60-a kimi götürürük ki, Lord Protektorluq dövrü idi. Bəli. Parlamentli Oxuyursunuz. monarxiya dedik ki, bu yanlışdır. Əhali parlamentdən narazı idi. Bu da doğru götürdük. Ticarət zəiflənmişdi. Kənd təsərrüfatında məhsullara azalmış, qiymətlər bahalaşmışdı. Bir də ordunun xərcləri artmışdı. Düzdür. Bu da belə. Davam edək. Ali oxu 2 nömrəli testi. İngiltərə Respublikanın xarici siyasətinə aiddir. Hı -hı. İrlandiya və Yəni burada Şotlandiya respublika sözünü görürəmsə, diqqət yetirəm respublika sözünə. Neçənci il qeyd eləməliyəm üstündən? 1649-dan 1653-ə kimi olan dövrü. Buyur. İrlandiya və Şotlandiyanın işğal edilməsi. Bunu elə Düzdür? bilmirəm. Bəli, bu doğrudur. İrlandiya və Şotlandiya deyirik ki, respublika idarəetmə sistemindən sonra olur. Bu bir. Sonra 2 səhvdir. Hollandiya və Portuqaliya ilə müharibələrdə qalib gəlmişdir. Xeyr, bu doğrudur. Deyirik ki, respublikanın xarici siyasətinə aid olan xüsusiyyətləri nə idi uşaqlar? Respublika idarəetmə sisteminin bir daxili, bir də xarici siyasəti deyirik. Xariciyyə nə deyirik, Rəsul? Xariciyyə mən Deyirik ki, Hollandiya, bir də ticarət, Portuqaliya ilə müharibələr aparıb və orada qalib gəlib. Bu bir. bəli, Sonra Fransa onun müstəqilliyini tanıyır, İspaniya onun tanıdık ki, müstəqilliyini tanıyır. Düzdürmü? bəli, Və deyir ki, geniş işğalçılıq siyasəti aparır. İrlandiyanı, bəli, Şotlandiyanı, bunları nə etmişdi? Ələ keçirmişdi. gəl, Bunlar işğal onun edildi. xarici ticarətinə aid idi. Demək, bir də düz Bəli. yazdım, iki də düzdür. Sonra Çəpərləmələrin rəsmiləşməsinə icazə verilmişdi. Bu aid deyil. bu aid deyil. Niyə? Əslində çəpərləmələrin rəsmiləşməsinə icazə verilmişdi. Daxili Amma siyasətdir ay çünki. sağ ol, bu daxili siyasətinə aiddir. Bəli, xarici deyil. Sonra Güclü donanma qurmaq üçün tədbirlər görülürdü. Hı -hı. Bu da daxilidir. Bəli, ay sağ ol. Bu da daxili siyasətinə aiddir. Sonra İspaniya və Fransa müstəqilliyini tanımışdı. Bu düzdür. bəli, bu xarici siyasətinə aiddir ki, İspaniyada, Fransada respublikanın müstəqilliyini nə etmişdi? Tanımışdı.
İşsizlərin sayı çıxarmışdı. Bu da daxili siyasi. Ay sağ ol. Bəli. Bu da daxilidir. Ona görə də bunu götürmək olmaz. Tamamilə doğrudur. Yaxşı qızım, belə bir sual verim sənə, Aliyə. Dedik ki, İngiltərədə Respublika idarəetmə sistemi dövründə neçə palatalı sistem qurulmuşdu qızım? Bir yoxsa İdarəetmədə iki palatalı sistem qurulmuşdu? bir palatalı, Bir palatalı sistemi idi, düzdür. Orada bəs qanun verici orqan hansı idi? Qanun verici. Bir də icra edici orqan var idi. O hansı idi? qanunverici parlament idi, icra edici Düzdür. kral. Ay, kral yox. Axı Respublika dövründə kral yox idi. Parlament qanun verirdi. İcra Dövlət edici isə şurası. dövlət Dövlət, şurası. Dövlət şurası. Dövlət Hansı idi dedik? Dövlət Dövlət. şurası. Yəni, kral Respublika dövründə olmamışdı. Bunu yadda saxlayırıq. Aydın oldu? Aydındır? Bəli. Deyəsən aydın deyil. Tamam. Üçü oxu Rəsul. Xronoloji ardıcılığı müəyyən edin. Ordular palatasının ləğv edilməsi. Ordular palatası 1653-dən 60-a qədərdir. 53-də ləğv olunub. 1649-da ləğv olunur bu oğlum. Ha, Necə ki, kral 1649. öldürülür, Lordlar Palatası ləğv olunur. Bunların hamısı neçənci ilə aid edirik? 1649-cu ilə. Hı-hı. İngiltərənin Böyük Demək, bir daha Britaniya təkrar edək. adlanması. 1649-cu illər olmuşdu. Kral edam olundu. Bu bir. Və bura qeyd edirəm. Ordular palatası ləğv 1649-da. olunub. Bəli, bir kral nə olur deyirik? Edam edilir. Edam olunub. Sonra Lordlar Palatası ləğv Ləğv edilir. olunub. Başqa nə olurdu? Respublika yaranırdı. Respublika. Respublika yaranır. Sonra Və sonra İngiltərənin Böyük Britaniya adlanmağa başlaması aha, 1707-dir bu. 1707. Sonra Bəli, doğrudur. Cromwellin parlament buraxması bu 1653-dür. Düzdür. Oranı Wilhelmin kral elan edilməsi bu 1689. Düzdür. Düzdür. Hökmdarların hakimiyyətinin bərpa edilməsi burada da deyirdi 1660 idi. İkinci Charles'ı çağırırdı, dəvət edirdilər. Düzdür oğlum, düzdür. İndi ardıcılığı qur. Necə olacaq burada? 1, 3, 5, 4, 2. 1, 3, bəli. 5, 4, axırda da 2. Bəli, tamamı doğrudur. Yaxşı oğlum, belə bir sual verim. Spartaların dedik ki, bərpasında ilk dəfə kral kimi seçilir? İkinci Charles. İkinci Charles. İkinci Charles 1600 neçədən neçə kimi hakimiyyətdə olmuşdu? 1660-dan 85-ə qədər. Ay sağ ol. Gerçekten burada boş bir yer tapaq. Bura qeyd edək. 85-də də Demək, öldü. ikinci Charles, düzdürmü? Dedik, bəli, 1660-dan neçə kimi hakimiyyətdə oldu? 1685-ə kimi. Bunun hakimiyyətə gələndə bunun qarşısına şərtlər qoymuşdular. Nə şərtlər qoydular bunun qarşısına ikinci Charles'ın? Bu bu parlamentə qarşı olan adamların qulaq asmalıdır. Onların istədiklərini eləməli idi. Yəni, tam da elə demirik. Sadəcə olaraq deyirik ki, inqilab iştirakçılarına bəraət verməli idi. Kimlərə bəraət verəcək idi? İnqilab iştirakçılarına. Bəli, bəraət deməkdir. Yəni, bağışlayacaq idi da. Düzdürmü? Sonra deyirdi. Bir də inqilab vaxtı ələ keçirilən bu yeni zadəganlar filan ki var idi, torpaq ələ keçirmişdilər. Onların torpaqlarına toxunulmayacaq idi. Bir daha təkrar edirəm. İnqilab dövründə, zamanında ələ keçirilən torpaqlara nə etməyəcək idilər? Torpaqlara toxunmayacaq idilər. Toxunmayacaqdı. Aydın oldu? Yəni, o tak ki yeni zadəganlar filan qorxurdular ki, bunların torpaqlarını filan yenidən kral əllərindən alar da. Onun üçün. Aydın oldu? Yaxşı. Bəs Charles'dan sonra kim gəlmişdi? İkinci James. İkinci James ayrılan xüsusiyyətlərdən nə deyə bilərsən? Bu neçədən neçə oldu? 1685-dən 1688-ə kimi hakimiyyətdə oldu. Düzdürmü oğlum? İndi ikinci James hakimiyyətə gələndə bir də burada bir şey qaldı. İkinci Charles verdiyi vədlərə əməl eləyir, yoxsa yox?
Bəyənmirəm. Ay sağ ol. Əməl etmir. Bu ikinci Charles Aydın'ın Hə. xüsusiyyətlər. Bir də James ikinci James müəllim deyirdi ki, bu nəyi bərpa eləmək istəyirdi Anglikan ikinci James? Ang Anglikan kilsəsində eləmək Yox, istəyir, yoxsa katolik Anglikanı idi? yox, Katoliki. Katolik. Bəli, nəyi Katolik. bərpa Hə, eləmək istəyirdi? katolik Katolikliyi, Katolik ay kilsəsini sağ ol, bərpa bərpa etmək eləyəcəkdi. istəyir. Orada da adamlara yüksək vəzifə verəcəkdi. Bu da Ay orada sağ qəribə ol. söz idi. Kimə Episkopların oğlum? Deyirdi ki, əslində burada hansı episkoplara. dil idi? Necə? Burada Katoliki bərpa eləyir, episkopları öz başınalığı olur. Belə deyək də, burada hansılar idi deyirik? Əslində protestantlar idi deyirdi və Hə, bu protestantların dinin yüksək vəzifələrə katolikləri gətirirdi. Bu da narazılığa hə. səbəb olur. 1688-ci ildə nə etdilər? Şanlı inqilabı Şanlı oldu. inqilab oldu. Bəli, bunun Yəni nəticəsində bunun nəticəsində ikinci James getdi. James devrilir Qıdallaşdı. hakimiyyətdən. Bəli, Hə, onun yerinə gəlirdi kim? Oranlı Wilhelm. Wilhelm Və ikinci Jamesin hakimiyyətdən devrilməsi ilə də Stuartların bərpası bitirdi. Stuartlar bitirdi. 2 dəfə hakimiyyətdə olub. Neçənci illərdə idi Stuartlar? Bir Bir 1603-dən 1649-a kimi oldu. Bu birinci dəfədir. 1600, bir də Aha. 1660-dan Aha. 85-ə qədər. Bəli, 1600, ay sağ ol, 85 yox da, 88 şanlı 88-ə inqilaba qədər. kimi olmuşdu. Düzdür oğlum, düzdür. Bu da belə. Sonra davam edək. Aliyə oxusun növbəti testi. Burada biz neçəni oxuduq? Hə, 4-dən davam edirik Aliyə. Evet, Stuart inqilabın nəticələrini deyir. Hı -hı. Oxu qızım. Stuartların hakimiyyəti müvəqqəti oldu, bu düzdür. İnqilabın nəticələrində bəli, Stuartların hakimiyyəti müvəqqəti olur. Doğrudur. Sonra Mütləqiyyət zəiflədi. Mütləqiyyət 1689-da zəifləmişdi. Yəni 1649-dan etibarən artıq zəifləyir. Zəifləyir deyəndə ki, qızım 49-da artıq mütləqiyyət hakimiyyətdən devrilir. Elə deyilmi? Bəli, Buradan bunu götürmək olar da. bəli. Saniyə, bunu yazım. Demək, Mən biri Stuartların niyə səhv hakimiyyəti götürdüm? müvəqqəti oldu deyəndə, bəli, müvəqqəti olur. Mütləqiyyət zəifləyir. Bu ikisi də doğrudur. Sonra? Ölkədə baş verən dəyişikliklərin hamısı ləğv edilmədi. Hı -hı. Bu səhvdir. Mən bir soruşa bilərəm. Buyur. Mənim axı bu biri niyə səhv oldu? Deyirdi inqilabdan sonra gəlirdilər hakimiyyətə. Bir gedirdi axı sonralar nə qədərsə il. Qalırdılar bir əməlli. Burada müvəqqəti oldu deyir də, yəni bir müddət olur. Hə, başa düşdüm. Çətin bir şey deyil ki. Yəni nədir? Uzun müddət qalmır da, yəni sadəcə müvəqqəti olur. Hə, başa Oradan düşdüm. çəkilib gedirlər də, yəni yenə də. Müvəqqəti olur, mütləqiyyət zəifləyir. Ölkədə baş verən dəyişikliklərin hamısı ləğv edilmədi. Bu da düzdür. İnqilabın nəticəsində deyirik ki, Səpərləmələr. bəli, dəyişikliklərin hamısı ləğv edilmədi də. Sonra ən böyük zəifliklərdən biri də bu idi. Yəni sonra çəpərləmələr Səpərləmələr başladı. başladı. Bu əslində əvvəldən başlamış. Bəli, neçənci əsrdən var idi? 16-cı əsrdən çəpərləmələr var idi. Düzdürmü? Sonra Vətəndaş vətəndaş müharibəsi müharibəsi nəticəsində kral ordusu Bu da qalib gəldi. səhvdir. Bəli, bu səhvdir, düzdür. Yaxşı qızım, demək vətəndaş müharibəsindən biraz soruşum Aliyə. Vətəndaş müharibəsi dedik ki, 2 dəfə olmuşdu, düzdürmü? Neçənci illərdə idi vətəndaş müharibəsi qızım İngiltərədə? Biri 1642-də idi. Bəli, 42-dən neçəyə kimi idi? 60-a. 42-dən 46-ya. İkinci? 46. Hı -hı. İkincisi də 48-də. Bir daha təkrar edək. 2 dəfə dedik ki, İngiltərədə vətəndaş müharibəsi olmuşdu. Düzdürmü? Yazan burada vətəndaş müharibəsi. Düzdür? Yəni vətəndaşlar arasında müharibə olur da. Birincisi dedik 1642-dən 1646-ya kimi olur. İkincisi də olur neçənci ildə? 1648-də. Qızım, birincinin başlanmasının səbəbi nə idi? Nə olmuşdu ki, başladı? Parlament yox, kral bir neçə deputatı həbs eləyir.
Bununla da vətəndaş müharibəsi başlayır. Bir daha təkrar edirəm. Kral bir neçə deputatı həbs eləyirdi. Bununla da vətəndaş müharibəsi başlayırdı 1642-də. Müharibənin əvvəlində kral qalib gəlirdi, yoxsa parlament qalib gəlirdi? Kral. Kral qalib gəlirdi. Niyə? Çünki parlamentin ordusu zəif idi. Düzdürmü? Bunu bilən parlament islahat keçirməyə başlayır. Neçənci ildə hərbi islahat keçirirdi İngiltərədə? 1645. Ay sağ ol. 1645-ci ildə və bu islahata əsasən ordunun başına kim keçirdi? Oliver Cromwell. Bəli, Oliver Cromwell keçirdi. Cromwell yeni hərbiləşdirilmiş qaydada ordu təşkil edirdi. Qızım, parlamentin ordusu kimlərdən təşkil olunmuşdu? Parlamentin ordusu Aha. elə halda Ordu təşkil olunur könüllülərdən, bir də muzlulardan. Kimdən? Könüllülərdən və muzlulardan. Ay sağ ol. Burada könüllülərin də çoxsu şeylər idi də, mötədillər idi. Düzdürmü? Kimlər deyirik könüllülərin çoxsuna? Mötədillər. Mötədillər nə deməkdir? Yəni orta təbəqənin, daha doğrusu orta yolu tutmaq istəyənlər, mötədillər. Kimlər deyirik mötədil? Orta yolu tutmaq istəyənlər. Bunlar kim idi? Gəlsən yazımda. Puritanlar. Puritanlar kimlər idi dedik? Mötədil. Mötədil nə deməkdir? Orta yolu tapmaq istəyənlər. Aydın oldu. Yəni istəyirlər ki, kralın tərəfdarlarını öldürməsinlər. Kralla parlament arasında razılıq olsun. Çünki qorxurdular da kralın tərəfdarlarından falan. Ona görə də məğlub olurdular. Yəni canla başla döyüşmürdülər də müharibədə. Biri var ki, yəni son damla qanına kimi döyüşəcəm. Bunlar amma yəni üzdən yanaşırdılar ki, bəlkə barışıq olar da. Belə. Sonra bir də orada Nezbi döyüşü baş vermişdi Aliyə. Nezbi döyüşü nə vaxt olmuşdu? Nezbi döyüşü 1646-da. 45. Elə ordunun təşkil olunduğu ildə. Nezbi döyüşdən kim qalib gəldi? Parlament yoxsa kral? Parlament. Bəli, parlament qalib gəlir, kral burada məğlub olur. Sonra kral gedirdi kimdən kömək almağa? Şotlandiya. Şotlandiyadan, ay sağ ol. Kimdən söhbət gedir burada? Hansı kraldır burada? Birinci Çar. Birinci Charles, ay sağ ol. Charles gedir kimdən kömək almağa? Şotlandiyadan. Aha. Şotlandlar bunu kömək eləyirlər. Xeyr, o qaytarırlar özü. Ay sağ ol. Böyük məbləğdə pulla nenilər birinci Charles'ı parlamentə satırlar. Sonradan parlament üstünlük əldə edir filan, amma birinci Charles buna razılaşmır. Yenə də 1648-ci ildə ikinci vətəndaş müharibəsinə başlayır. Bu dəfə Aliyə, Charles kimdən kömək alır? Yenə də Şotlandiyadan neyinir? Kömək istəyir. Düzdürmü? Şotlandiyanın ordusu ilə eləyir də kömək istəyir. Və qalib gəlir, yoxsa məğlub olur? Qalib gəlir. Yenə də kral məğlub olur burada qızım. Kral məğlub olur, parlament isə qalib gəlir. Yəni, hər iki vətəndaş müharibəsinin də sonunda kim qalib gəlmişdi? Kral məğlub olmuşdu, bunlar isə qalib gəlmişdi. Qızım, belə bir sual verim. Əgər sual düşsə ki, İngiltərədə birinci vətəndaş müharibəsinin başladığı ildə Səfəvilər dövlətində hakimiyyət dəyişikliyi olur. Bunu doğru götürərsən? Bəli. Kim gəlmişdi hakimiyyətə 1642-də? Səfi gedir, 2-ci Abbas gəlir. Ay sağ ol. Səfi gedirdi, bəli, 2-ci Abbas gəlmişdi. Ay sağ ol, düzdür. Tamam, bu da belə. Rəsulla davam eləyək. Neçədə qalmışdıq? Belə, 5-dən davam eləyirik. Rəsul, davam elə. Uzun müddətli parlamentin tədbirlərinə aid deyil. Birincisi, vergilər artırır. Mən bu düzdür. Oğlum, uzun müddətli parlamentin ilindir. Neçədən neçə üçün uzun müddətli parlament davam eləmişdi? 1643-dən 1650-60-a qədər. 43 idi uzun müddətli parlament. 1640-dan 60-a qədər. Bəli, 1640-cı ildən 1640-dan bəli, 1653-ə kimi. Yəni əslində neçə ildir? 13 il idi də bu. Düzdürmü? Yaxşı, belə bir sual verim olun. 1640-cı ildə dedi ki, parlament çağırılırdı. Parlamentin çağırılması ilə İngiltərədə nəyin başlanğıcı qoyulurdu, Rəsul? İnqilabın. Ay sağ ol. Düzdür oğlum, inqilabın. Davam elə.
vergilər artırılır. Mən bu düzdür. Çünki Bəli, müharibələr olurdu, xəzinə boşalırdı. Ona görə də bəli. vergiləri artırmaqla xəzinəni doldurmaq istəyirdilər. Hı -hı. Kəndlilər torpağa görə caziganlardan asılığı artırılır. Mən bu səhvdir. Asılılıq zəifləyirdi, artırmırdı. Olmurdu Ee, asılılıq. yox, niyə oğlum? Kəndlilərin torpağa görə zadəganların asılılığı artırılırdı. Əslində bax belə deyirik də, uzunmüddətli parlamentdən kəndlilər gözlədiklərini ala bildilər oğlum. Yox, mən. Bəli. İstəyirdilər ki, bu Düzdür. təfərləmələr gəlsin, Ay şey sağ olsun. ol. Bəli. Torpağa görə burjuaziya Tamam. və ordu şey belə deyək də zabitlər ki filan vardı. Bunlar torpağı alırlar və kəndlilərin asılılığı yenə də artırılır onlardan deyirik. Çəpərləmələr Bəli. rəsmiləşdirildi. Düzdür? Bu düzgündür. Bəli. Bəli. Bu doğrudur. Sonra ruhanilərin və Ruhanilər tərəfdarlarının torpaqları müsadirə edilir. Düzdür? bu da düzdür. Bəli. Bu kral edam olunandan sonra da 1649-dan sonra bunu eləyirlər. Sonra Bəli. torpaqların Düzdür. bir hissəsi yeni zadəgan və İstədiyiniz burjuaziya yerdə satın alır. duracaqsınız. Düzdür? Düzdür. Düzdür. Bəli, aysə o. Məsələn üçün bunlar gözləyirlər ki, bəlkə kəndlilərə pulsuz verərlər. Amma heç də Bunlar pulsuz da vermirlər götürdülər. də. Burjuva ilə şeyə pulla satırdılar. Bəli, doğrudur. Nizbi döyüşündə məğlub olmuşdu. Düzdür? Amma bu səhv Aysə o. kral ordusu məğlub olmuşdu. Bəli, Parlament məğlub düzdür olmuşdu. oğlum, Qalib olmuşdu. düzdür, düzdür. Davam edirəm. Şotlandiyaya hərbi yardım alması, Şotlandiyadan. Şotlandiyadan hərbi yardım alması. Mən bu deyirdi ki, Charles qaçırdı Cümləni axıra kimi Şotlandiyaya. oxu. Cümləni axıra kimi E, oxu. Şotlandiyadan hərbi yardım alması və vətəndaş müharibəsində qalib gəlmişdi. Mən bu səhvdir. Bəli, deyir ki, Şotlandiyadan hərbi yardım alması sayəsində vətəndaş müharibəsində qalib gəlmişdi. Yalan Biz belə səhvdir. şey demişik. Xeyr, əslində oradan Gedirdi kim kömək Şotlandiyaya. eləyirdi? Əhali kömək eləyir. Parlamentin Hə, köməkçisi kim idi? Əhali. əhali. Hə. Burada bu cümlə yanlışdır. Sonra Bəli. Kralın razılığı olmadan 3 ildən bir parlament çağırılmalı idi. Mən burada deyirdi ki, ay sağ ol. Bəli. kral razı qalsa da, qalmasa da parlament Ay sağ ol. çağırılacaq Kral idi. istəsə də, istəməsə də deyirdi ki, bu Parlament ildən bir çağırılacaq. parlament çağırılmalı idi. Tamamilə doğrudur. Düzdür. Sonra Ali qanunverici və icra edici hakimiyyət öz əlində cəmləşdirmişdi. Yəni burada kral nəzərdə tutulur, öz əlində cəmləşdirmiş. parlamentdən, uzun müddətli parlamentdən söhbət gedir. Yox, mən burada səhvdir, bölünmüşdü. Yox, uzun müddətli. Elə bil ki, oğlum, bunu 1649-a kimi götürmək olar. Bax, Hə, 1600 bu 40-da gəlir, özünü uzun müddətli parlament elan eləyir. Bax, bu cümlə bəli, 1640-cı ildə ki, burjua inqilaba başlayır, uzun müddətli parlament çağırılırdı. Həmin vaxt həm ali qanunverici, həm də icra edici hakimiyyət parlamentin əlində idi. Bax, gəl səhvimizə salaq. Orada nə deyirdik? Deyirdik ki, kimin vaxtında idi? Charles'ın vaxtında idi. Elə deyilmi uzun müddətli parlament? bəli. 1640-cı ildə nə üçün birinci Charles parlamenti çağırırdı? Axı atası qovmuşdu. Ver, Adası özü qovmuşdu vergi, elə. vergiləri qaldırmaq istəyirdi. Yeni vergi təyin eləmək istəyirdi. Ha, Vergini yeni artırma vergi özü təyin bilərdi. Amma yeni vergi təyin Yeni eləmək vergi hüququ təyin tək başına yox idi da, deyirdik. Düzdürmü? Hə, Birinci bəli. Charles boşalmış xəzinəni artırmaq üçün yeni vergi tətbiq eləmək istəyirdi. Niyə xəzinə boşalmışdı? Müharibələrdən. Kimlə Yox. müharibə, dini müharibə aparırdı aralarında? Şotlandiya ilə Bəli. dini müharibə aparırdı Aysa. aralarında. Ona görə Demək, boşaldı. dini müharibə gedirdi. Kimlə kim arasında? Şotlandiya ilə İngiltərə arasında və buna da xəzinə boşalmışdı. Hətta belə deyək də, atası 1-ci James xəzinəni artırmaq üçün bəzi tədbirlər görmüşdü. Nə edirdi 1-ci James? 1-ci James Xəzinə vergiləri artırmışdı, mövcud olan vergiləri, gömrüyü filan artırırdı. Düzdürmü? hə, Amma yenisini tətbiq eləyə bilmirdi. Charles da görür ki, artıq vergini nə qədər artırsan da əhali artıq üsyana qalxırdı. Elə deyilmi? Yəni sən maksimumda nə bəli. qaldıra bilərsən ki, bir verginin qiymətini?
Ona görə də yeni vergi təyin eləmək istəyir, amma onu tək başına özü təyin eləyə bilməz axı. Düzdürmü? Parlament Onun alırdı üçün də ona görə. parlamenti çağırır. Ona da yəni özünün başına bəla eləmiş olur da. Bu da olur uzun müddətli parlament. Parlament kral istədiyi kimi yeni vergi olmasına qol çəkir, yoxsa yox? Yox, İcazə mən verir razı mi vergi olmuram. olsun? Razı Bəli. olmur ki, sən Ay qəbul sağ eləyə ol. bilməz. İcazə verməmişdi. Bəli, düzdür. Ona görə də bir saniyə aşağılar. Aşağılar linkin vaxtı bitir. Yenidən yeni linkə daxil olun. Belə, davam eləyək. Demək, 3-cü Əhmədə aid olan xüsusiyyətlərdən nə dedik? Çiçək Olaylar xəstəliyini gördük. peyvənd tapdı, düzdürmü? Sonra Avropa Bəli. tipli memarlıq üslubunda abidələr Binalar tikdirir. tikilmişdi. Ay sağ ol. İstanbulda yanğından mühafizə dəstəsi dedik. Sonra nə deyə bilərik? Fövqəladə hallar. Ee, Fövqəladə hallar, yəni yanğından mühafizə dəstələri idi. Bəli, Bəli. düzdür. İlk mətbəə açıldı 1727-ci ildə deyildi. Sonra İstanbulda dedi ki, xiyabanlara ancaq lalələr əkirdilər deyə lalə dövrü də elə Lalələr dövrü. adlandırırdılar bunların dövrün. Ay sağ ol. Hərbi sahəsinə o qədər diqqət yetirilməmişdi. Bəzi yeniçəri işlərini ləğv eləyir, xəzinəni artırmağa çalışır. Sonra Avropaya paytaxtlarında bu İngiltərədir, Fransadır, Avstriyadır. Bunların paytaxtlarında xüsusi nümayəndə heyəti göndərir ki, orada olan yenilikləri xəbər versin də dövlətə. Balkanlarda müharibə aparır və Balkanlarda ərazinin çox hissəsini itirir. Bunun itirdiyi əraziləri isə Bəli. bundan sonra gələn 1-ci Mahmud geri Mahmud qaytarmış da deyirik. Həm Avstriya ilə müharibə aparıb, həm də Venesiya ilə nə etmişdi? Müharibə müharibə aparmış. aparmışdı. Aydın oldu. Bir də şey də deyə Bəli. bilərik. Bir şey unutdum. Nə idi orada? Dənizlərin Qara dənizdən Mərmərə dəniz var idi demək Qaradəniz, ki. Dardanel bu Yox, Qara şey. dənizdən Mərmərə dəniz. Onların deyir ki, xəritəsini hazırlamışdılar. Aydın Hə, oldu xəyalar. Bu da belə. bəli. Yaxşı, Səfəvlərin zamanında kim ondan kömək istəmişdi Rəsul? O da onu Şamaxının hakimi kimi tanımışdı. 3-cü Əhməd. Qazqumluqlu Surxay xan. Qazqumuxlu yox. Hacı Onun Davud. dostu var idi. Hacı Adı Davud Davud. kömək istəmişdi. Bəli. Sonra 1-ci Pyotrla Aliyə, 3-cü Əhməd Azərbaycan torpaqlarının bölüşdürülməsi ilə bağlı razılıq əldə 1727 eləmişdilər. nabır. Söhbət hansı müqavilədən gedir? 1727 nabır müqaviləsi. 27-də artıq Pyotr ölmüşdü. 3-cü Əhməd var idi, amma Pyotr ölmüşdü. Pyotr 25-də ölür axı. Yoxdur, mənim 1724 2-ci İstanbul. 1689. 3-cü İstanbul. 3-cü İstanbul neçənci ildə idi? 1724. 1700, bəli, 24-cü ildə idi. Düzdür. 3-cü İstanbulun şərtini kim deyər? Deyim. De. Bütün Xəzər sahili ətraflarının hamısı ruslar tərəfindən keçirdi. Hə? Qalan bütün torpaqlarımızda Osmanlıya Bəli, gedəcəkdi. Sonra digər Cənubi Osmanlılar Qafqaz əraziləri deyir ki, Osmanlıya qalmalı idi. Bir Osmanlıya də qalacaq. Şirvanda Bu şey bəylərbəy yox. Konsul Hacı Davudun açılacaq. rəhbərliyi altında yarım müstəqil feodal hakimliyi olacaq idi. Hə, Ancaq kim orada qoşun saxlaya bilməzdi? Osmanlı. Bəli, ancaq Osmanlı orada deyir ki, qoşun saxlaya bilməzdi. Düzdür. Səfəvlərlə müharibə aparır, ancaq ordunun başında özü getmirmiş. Əhali də bundan qəzəblənir ki, 3-cü Əhmədə deyir ki, sən niyə ordunun başında özün getmirsən? Düzdürmü? O da Sonra neynəmişdir Rəsul? təntənəli. Sonraları təntənəli şəkildə gedir şeyə, Ordunun Səfəvilər başında ordunun gedir, başında ancaq gedir. Sonraları da qayığa minib arxadan təzədən saraya qayıdır. ay sağ Bunu da ol. xalq eşidir kimdənsə, bunu götürürlər, Bəli, kim üsyan taxtdan edirdi? uzaqlaşdırırlar. 1730-da kimlərin üsyanı nəticəsində hakimiyyətdən devrilmişdi? Xalqın. Kimdə idi Aliyə? Hərbiçilərdən kimə deyil? Kim deyildi onu? Əhməd Yenə Paşa. Yeniçərilər də, Yeniçərilərin üsyanı Yeniçəri. nəticəsində. Kimin üsyanı nəticəsində deyildi? Yeniçərilər. Bəli, Yeniçərilərin üsyanı nəticəsində hakimiyyətdən devrilir 1730-cu ildə. Belə, davam eləyək. Hərb tarixində ilk dəfə qumbara sisteminin əsasını qoymuşdu. Aliyə, bu kimə aiddir qızım? Osmanlı. Osmanlıya. Osmanlıdır, bəli. Hansı hökmdar idi? Osmanlının hansı hökmdarına aid idi bu qızım? Səlim. Yox, yox. 1-ci Əhməd. Əhməd yox, Mahmud.
Birinci Birinci Mahmudun Mahmud. Evet. zamanında idi. İlk dəfə qumbara. İlk dəfə qumbaranı kəşf edən kim idi? Sonradan İslam dinini qəbul eləmişdi Əhməd deyildi. Paşa. Bonneval. Fransız Bonneval idi. Bonneval. Adın elə Əhməd qoyur da deyəsən, hə. Adı Bonneval idi əslində, amma sonradan İslam dinini qəbul edəndən sonra Əhməd Paşa qoymuşdu. Bəli. Tamam, birinci Mahmuddan danışaq biraz. Birinci Mahmuddan nə deyə bilərsən Aliyə? Dedi ki, 3-cü Birinci Əhmədin Balkanlarda Deyiməm. itirdiyi torpaqları geri qaytarıb. Sonra Deyiməm. de. Sonra ailələr dövründə inşa edilən şeyləri təzədən bərpa eləyirdi. Bəli, çünki üsyan zamanı dağılmışdılar axı. Sonra ordunu düzəldirdi ki, bundan əvvəlki axı orduya Ay heç sağ nə ol. eləməmişdi. Bəs O Yeniçərilərin Yeniçəriləri özbaşınalığına son qoya bilir, onların müqavimətini qırır yoxsa yox? qıra bilmir. Qırır, müqavimətini qırır. Yəni Qırır, özbaşınalığına son qırır, qoyur da onların. Təbii ki, həmişəlik deyil, bəli. bir müddətlik də bu deyirik. Sonra kimlə müharibə aparmışdı 1-ci Mahmud? Birinci Nadir Mahmud Nadir Şahla. Şahla. Bəli, Nadir Şahla sülh müqaviləsi. Məsələn, üçün Nadir Şahla da deyə bilərəm. Sonra 1733-cü ildə Bağdad sülhü var idi ya. Bax, o da Bəli. bunun zamanına aiddir. Bağdad sülhünün şərti nə idi? Aliyə deyə bilərsən? Sülhün şərti. Son 10 ildə Aldığı bütün, işğal etdiyi bütün torpaqları geri torpaqlar, bəli, qaytarmalı. 1723-dən 33-ə kimi tutulan torpaqlar geri qaytarılmalı da deyirik. Bu Nadir xanladır, amma Nadir şahla da yenə də sülh müqaviləsi imzalayıb da deyirik bunu. Sonra Avstriyana müharibə aparmışdı. Bəli. Bəli, Avstriyanın tutduğu torpaqları, Balkanarka torpaqları hamısını deyirik ki, nə eləmişdi? Geri qaytara bilmişdi. Bax, ilk mətbəəni 3-cü Əhmədin zamanına aid edirik. Ancaq ilk kağız istehsal edən müəssisəni isə biz 1-ci Mahmudun zamanına aid edirik. Aydın oldu? İlk kağız istehsal edən müəssisə Bəli. kimin zamanında olub? Mahmudun. 1-ci Mahmudun. İlk mətbəə kimin zamanında olub desək? Əhmədin. 3-cü Əhmədin zamanında 1727 Nabur sülhünün imzalandığı ildə. Belə, sonra qızım nə yazmışıq burada? 3-cü Səlimin hakimiyyəti dövründə Misir uğrunda mübarizə aparılırdı. Fransa. Ay sağ ol, Fransa. Napolyonlu. Ay sağ ol. Napolyona kim orada böyük bir zərbə endirmişdi deyirdi, Tanrı məni bir qocanın Mahmud. ətində oyuncağa çevirdi. Əhməd Paşa. Bəli, Əhməd Paşa idi. Ay sağ ol. Sonradan ona Osmanlı tokatı deyirlər, değil mi? Necə? Ondan sonra ona Osmanlı tokatı deyirlər. Hə, yəni tarixi Osmanlı tokada kimi keçmişdə, düzdür. Bu da 3-cü Səlimin zamanı. Yaxşı, 3-cü Səlim də biraz sual cavab edeyim. Ali, 3-cü Səlim haqqında nə deyə bilərsən qızım? Hakimiyyət neçənci illər idi, kimlər müharibə aparıb, hansı müqavilələr imzalayıb? 1730-da hakimiyyətə gəlmişdi. 1730-da 1-ci Mahmuddur. Ziyaməti ləğv etmişdi o. Yox. Yeniçərilərə qoyulan. Bəli, onlar deyir ki, Yeniçərilərə 3 aydan bir verilən vergilər ki var idi, onları ləğv eləmişdi. 1789-dan 1807-yə kimi. 1789, 1807. Yas müqaviləsini imzalamışdı. Ay sağ ol. 1791-ci də Yassı. Yassını kimdən imzalamışdı qızım? Yekaterina ilə. Yekaterina ilə, ay sağ ol. Yassı müqaviləsinin şərtində nə deyilirdi? Yassının şərtində sol sahil Ukrayna deyildi. Yox. Hansı çayların arasındakı hissələr Rusiyaya verilirdi? Volqa və Don. Cənubi Bug və Dnestr. Hansılar idi? Cənubi Bug və Dnestr çayı arasındakı ərazilər Akkerman, İzmail, Bender, bu qalaları deyildikdə verilirdi Rusiyaya. Aydın oldu. Bəs qızım, Kiçik Qaynarca sülhü nə vaxt imzalanmışdı? 1774-də. Ay sağ ol. Hansı neçənci illərdə olan müharibənin sonunda imzalanmışdı Kiçik Qaynarca? 1768-74. Düzdür qızım, düzdür. Bu 68-74-cü illər müharibəsinin sonunda kim qalib gəlir? Rusiya yoxsa Osmanlı? Rusiya.
Rusiya və hətta Rusiyanın bu qalib gəlməsindən sonra Azərbaycanda kimlər Rusiyaya müraciət edir ki, əgər sən Qafqaza yürüş eləsən, biz sənə kömək eləyəcəyik. Ermənilər, Yox, Gürcülər. məlikliklər, Qarabağdakı məlikliklər deyilik. Axı separatçılıq Amma onlar siyasəti Qarabağa gedir. demirdilər. Demirdilər Qarabağa yürüşürüz. Hə də, Cənubi Qafqazda, Qarabağda. Aha, başa düşdüm. Mən Qarabağ desəydim tapacaq idin də. Ona görə də Cənubi Qafqaz dedim, bəli, məlikliklər idi. Qızım, Kiçik Qaynarca sülh müqaviləsinə görə Osmanlı haranın müstəqilliyini tanıyırdı? Qırımın. Haranın? Rus yox. Yox. Rusiya zaten müstəqil idi. Ukraynanın. Ukraynanın. Haranın? Ukrayna. Krımın oğlum, Krımın. Ən başda Ukrayna Krım deyil. dedim, elə bildim səhv. Yəni Ukrayna başqa böyük bir ərazidir, yəni. Sadəcə haranın müstəqilliyini tanıyır? Krımın. Ukrayna nə üçün deyə Mən bilərəm oğlum? Çünki Ukrayna o dövrdə Osmanlıdan asılı vəziyyətdə değildi. Amma Krım asılı vəziyyətdə idi. Elə bilirəm Krım Ukraynanın ərazisindədir, ya Krım Ukraynadır. Ukraynanın ərazisindədir, amma Krım uğrunda bilirsən də hələ də Rusiyanın Ukraynaya mübarizə aparır. Əvvəllər Krım türklərin yaşadığı bir ərazi idi. Krım türkləri deyilik, onların yaşadığı ərazi idi. Sonradan onlar uğrunda mübarizə gedir. 1476-dan deyirik ki, Krım Osmanlının tabeliyində olur. Ta ki 1774-ə kimi. Deyəsən o Krımı sonra Rusiya götürüb Ukraynaya hədiyyə verir. Hə, indi o Sovetlərin vaxtında olur. Bəli, olur. Yaxşı, bir daha təkrar edirəm. 1774-cü ildə Kiçik Qaynarca sülh müqaviləsinə görə Osmanlı Krımın müstəqilliyini tanıyır. Sonra Krım müstəqil olandan sonra bir də başqa bir maddədə var idi burada. Bir də deyirdi ki, kimlərin Rusiya himayə eləyəcəyi idi? Hansı xristiyanlar deyilik? Pravoslavları Rusiya nə etməli idi? Himayə etməli idi. Bəli, Rusiyanın himayəsinə keçməli idi. Sonradan neçənci ildə Krım Ruslar tərəfindən işğal olunub tutulurdu? Rəsul, nə vaxt tutulub Krım? 1778-də? Yox. Aliyə, nə vaxt 6-da. idi? Bilmirəm. 1783. Bir daha təkrar edirəm. Krım nə vaxt tutulub? Krım. 1774-də. Bəli. Bir daha demək belə bir şey yazım. Krım 1476-dan ekranı görürsünüz. 1774-də kimin əlində olur? Osmanlının. 1774-də Osmanlı Krımın müstəqilliyini tanıyır. Yəni müstəqil olur. 1783-dən isə kim işğal eləyir? Rusiya Krımı işğal edir. Aydın oldu? Sonra Yassı sülhündə isə 1791-ci ildə isə Osmanlı tanıyır ki, Krım Rusiyanındır. Təkrar elə Rəsul. Mənim Yassı sülhünə qədər olur bu. Mənim 1476-dan olur bu Osmanlının tərkibində. Sonra 1734-də bunu alır. 1774-də bunu Ruslar alır. Sonra 1783-də də Yassı sülhü ilə Krım xanını Osmanlılar geri qaytarır. Osmanlı geri qaytarırdı Krımı. Yox, müstəqilliyini tanıyırdı. Nesidə tanıyır müstəqilliyin? 83, 70. Oğlum sən heç olmasa ekranı oxu da. Ekrana yazmışım da bala. Hə, mən oxuyum onda. 1476, 1774-də Osmanlıda olur. 1774-də müstəqil olur. 1783-də Rusiya işğal eləyir. 1791-də də Yassı sülhü ilə müstəqilliyi tanınır. Müstəqilliyi tanınmır oğlum. Hə. Osmanlı tanıyır ki, Krım Rusiyanındır. Hə, bəli. Aydın Osmanlı oldu. tanıyır ki, Krım Rusiyanındır. Bəli. Yəni Osmanlı deyir ki, mən artıq bundan sonra aydındır ki,
Krım sənindir. Sonra Hə. 1783-cü ildə Krım tutulanda Ruslar orada türk əhaliyə, Krım türklərinə də yazıları sürgün Doğru. eləyirlər. Çoxsu da gəlir Osmanlının ərazisində məskunlaşmalı olur deyirik. Bunu 2-ci Dünya Hə. müharibəsi zamanında bu hadisə baş vermişdi. Bu da belə. Sonra 3-cü Səlim haqqında başqa nə deyə bilərik? Dedik ki, Napoleonla müharibə aparırdı Misir uğrunda. Bunu da doğru götürürük. Düzdürmü? Aliyə, doğrudur qızım? Bəli. Aliyə, bəs onun daxili siyasətindən nə deyə bilərsən? Yerli tacirləri mənafeyi müdafiə edib, yoxsa daha çox gəlmə tacirlərin mənafeyi müdafiə edib? Yerli. Bəli. Yerli tacirlərin mənafeyini müdafiə edir. Nə edirdi? Daxili imtiyazlarını artırırdı, ancaq xarici tacirlərin imtiyazlarını məhdudlaşdırırdı. Bu bir növ nə siyasəti hesab olunur qızım? Bilmem. Rəsul ona nə deyirdik? Proteksionizm. Proteksionizm nə Proteksionizm. deməkdir? Daxili ticarəti nə edirdilər? Qorumaq üçün xarici mallara Bəli, şey qoyulur. bəli. Daxili Qadağan. ticarəti deyirdi ki, müdafiə edirlər, qoruyurdular. Aydın oldu? Tamam. Belə, harda qaldıq, Rəsul? Demək, 3-cü Səlimə aid olan xüsusiyyətlərdən danışdıq da, düzdürmü, Rəsul? Bəli. Bəli. Tamam, oğlum, hansı dövlətə qarşı Yunan layihəsi şərq məsələsi təşkil olunmuşdu? Osmanlı. Osmanlı. Görüntünü aç, Rəsul. Rəsul, Yunan layihəsi haqqında nə deyə bilərsən? Kim hazırlamışdı? Kimlə birlikdə hazırlamışdı, oğlum? Səsini aç. Yunan layihəsi mənim Yekaterina idi. Kimlə birlikdə hazırlanmışdı? Sarayın əyanı kim idi? Potyomkin. Yekaterina Potyomkinlə birlikdə hazırlamışdı. Nə denirdi burada? Bosfor, Dardanel boğazı, hamısı birləşdirəcəkdilər Rusiyaya. Yəni, Osmanlıya mənsub nə torpaq sahəsi var idisə, nə etmək istəyirdilər? Öz aralarında bölmək istəyirdilər də. Yəni, əslində çoxsunu Rusiya götürmək istəyirdi. Eyni zamanda təklif eləmişdi həm İngiltərəyə, həm Fransaya, həm Avstriya. Düzdürmü? Sonra, güya ki, Osmanlının ərazisində olan xristiyanların müdafiəsin, pravoslavların müdafiəsin kim öz üzərinə götürəcək idi? Rusiya öz üzərinə götürəcək idi. Bir də, yəni, Osmanlı dağıdılacaq idi. Dedi ki, şərq əraziləri kimin idarəsinə keçəcək idi, Rəsul? Rusiya. Rusiya, Fransa, Böyük Britaniyaya. Təkrar elə. Yaxın Rusiya, şərq Fransa, kimin Böyük idarəsində Britaniya. qalacaq idi? Rusiya, Fransa, Böyük Britaniya. Bəli. Yaxşı oğlum, belə bir sual verim. Əgər sual düşsə ki, hansı müqaviləyə əsasən Rusiyanın Qara dənizə çıxış hüququ ilk dəfə əldə edir? Kiçik Qaynarca. Kiçik Qaynarca. Bəs hansı müqaviləyə əsasən Qara dənizdə qəti olaraq möhkəmlənirdi? Möhkəmlənənmirdi. Yox, möhkəmlənir Qara dənizdə. Hansı müqaviləyə əsasən? Yassı. Demək, Kiçik Qaynarcaya əsasən ilk dəfə çıxışı əldə edir. Amma Yassı müqaviləsinə əsasən isə Qara dənizdə qəti olaraq nə olurdu? Möhkəmlənirdi. Hətta Yassı sülhünə əsasən demək olar ki, Rusiya Cənubi Qafqazda və Balkanlarda nüfuzu artır. Bir daha təkrar edirəm. Yassı müqaviləsindən sonra Cənubi Qafqazda və Balkanlarda Rusiyanın nüfuzu artır. Hətta oğlum, belə bir sual verim. Biz Azərbaycan tarixindən xatırlayırsansa, deyirdik ki, 1791-ci ildə Yassı sülhündən Osmanlı məğlub olandan sonra hansı məsələlərə daha müdaxilə eləyə bilmirdi? Bu Qafqazın işğalı məsələsinə filan müdaxilə eləyə bilmirdi. Düzdürmü? Elə ondan sonra 96-da Yekaterina Cənubi Qafqaza, yəni Azərbaycana kimi rəhbərliyi altında qoşun filan göndərmişdi? Sisyanov. Yox. Sisyanov 1-ci Aleksandrın zamanı. Zubov. Aysa ol. 1700 neçədə göndərmişdi? 1700. Zubov nə vaxt gəlmişdi? Aliyə, nə vaxt idi Zubovun yürüyüşü qızım? 1796-nın yazında.
Bir daha təkrar edək. 1796-nın yazında. Yazdım. 6-cı gün sizdən Azərbaycan tarixini sual-cavab eləyəcəm. Dərsin kaydını alacağım onda da. Bir daha təkrar Aynen. edirəm. Artıq ondan sonra da deyirik ki, belə. Bəs şərq məsələsi uğurlu rəsul, yoxsa uğursuz olmuşdu? Onu soruşdum. Uğursuz da olur. Şərq Bəli. uğursuz da olur. Ondan Aynen. davamını Yunan gətirirlər. Bəli, düzdür. Yəni nə şərq məsələsi, nə də Yunan layihəsi heç biri uğurla başa çatmamışdı. Bu da belə. Bunlar da aid oldu kimə? 3-cü Səlimə. Oğlum, əgər sual düşsə ki, Rəsul, 3-cü Səlim Avstriyanla, sonra Bəli. Rusiyanla müharibə aparıb. Bunu doğru götürərsən? Bəli. Ay, sağ ol. Bəli. Desək ki, 3-cü Səlimin zamanında yeni qumbaraçılar məktəbi açılıb. Bunu doğru götürərsən? Bəli. Bəli. Demək, bəli. Qumbaraçılar desə ilk dəfə açılışın 1-ci Mahmudun zamanına aid eləyəcəm. Amma yeni qumbaraçılar məktəbi desə, bunu 3-cü Səlimin zamanına aid eləyəcəyik. Düzdür. Bəs 3-cü Səlimin zamanında başqa demədiyimiz nəsə qaldı? O zamanında çoxlu yeniliklər var idi. Yeniçərilərə 3 aydan bir verilən maaşın ləğv olunmasını dedim. Bəli. Dedim onu. Bəli, bəli. Aha. Sonra hərb sahəsində islahatlar keçirməsini dedik. Hərb Hərbi sahəsində sahədə xeyr. islahat. Demək olar ki, o bütün sahədə islahatlar keçirir. Ən əsası da hərbi sahədə yeni hərbi hissələr yaradır falan. Sonra mühəndislik məktəbini deməmişdim, düzdürmü? Hərbi mühəndislik məktəbi var idi. Orada yəni çox orduda, quruculuq işlərində filan çox bunu oxşar götürmək olar da. Məsələn, hərbi sahədə islahat keçirməsinin Aliyə 3-cü Səlimə deyə bilərəm. Başqa kimə deyə bilərəm qızım hərbi sahədə islahat keçirməsin? Hərbi sahədə islahatı 1-ci Əhmədə. 1-ci Əhmədə yox. 1-ci Əhməd sadəcə nə deyildik? Deyildik o öldürürdü öz yaxın adamlarını. Qəfəs sistemi deyildi ya, ondan deyildik ona. Ümumiyyətlə deyirsiniz, yoxsa Osmanlıda? Osmanlı da keçdiklərimizdən. Mahmud. 1-ci Mahmud, bəli. Köprülü Mehmet, Fazil Fazil Əhməd Paşa. Sonra Nadir Şah, 1-ci Abbas, 3-cü Səlim, Pyotr 1-ci. 1-ci Pyotr. Ay, sağ ol. Bunlar hərbi sahədə nə etmişdilər deyirik? İslahat İslahata keçirmişdi. geçirmişdilər. Düzdür. Tamam, qalmışdıq bu ən sonuncuda. 17-ci yüzillikdə yeni sülalə hakimiyyətə gəlmişdi. Hansı dövlətdə 17-də yeni sülalə hakimiyyətə gəlir qızım? İngiltərədə Stuartlar. İngiltərə Stuartlar olar 1603-də. Bir də Rusiyada. Stuartlar. Bir də ay, sağ ol. Neçədə idi Rusiyada? 13-də. Bilmirəm. Romanovlar. Bəli. Romanov. Bəli. Demək, burada Stuartlar idi. Burada da Romanovlar idi. Belə. Davam edək. Rəsul, oxu 10 nömrəli testi olun. 1-ci Pyotrun xarici siyasətinə aiddir. Hərb sahədə bu daxilidir. Bəli. Ümumiyyətlə, hərb sahədə islahat keçirmişdi o. 1-ci Pyotr, bəli. Bəli. 1-ci Pyotr hərbi sahədə islahat keçirmişdi. Düzdür. Sonra? Kiyevdən eləyin də mən. Aşağı. Hə. Hı-hı. Biz bir xarici siyasətini axtarırıq da. Qaradənizə xarici çıxış əldə etmək uğrunda mübarizə aparılmışdı. Mübarizə aparır, amma çıxa bilmir. Çünki Ay, 1700 sağ ol. Burada sadəcə mübarizə aparıb yazıbsa, bunu doğru götürmək olar oğlum? Bəli, olar. Mübarizə aparmış desə düzdür. Dedik oğlum, 1-ci Pyotr mübarizə aparır, amma əldə eləyə bilmir. Bəs kim çatır? Yekaterina. Kim əldə eləyirdi? Yekaterina. Düzdür. Neçənci? 2-ci Yekaterina. 2-ci Yekaterina. 1725-də ölür də deyirik Pyotr. Ona görə eləyəm. Bəli, bəli. Hansı müqaviləyə görə Qaradəniz ilk dəfə çıxış əldə elədi Rusiya? Kiçik Qaynarca. Kiçik Qaynarca. Hansı müqavilədə qəti olaraq möhkəmləndi? Yassı. Yassı. Düzdür. Yassı müharibəsi, Yassı sülhü neçənci illər müharibəsinin sonunda imzalanıb? 1760-74. Yox. O 1768-dən 74-ə kimi olanın sonunda Kiçik Qaynarcadır. Bəli. Bəs Yassı niyə? Şimal müharibəsinin sonunda. 1787-1791-in sonunda oğlum Yassıdır. Şimal müharibəsinin sonunda hansı idi?
Şimal Dur. müharibəsi neçənci illərdə idi? 1700-1721. Bunun 110. sonunda Niştat idi. Hindistan 1721. Bəli, 1720. Yəni müharibənin sonunda imzalanırdı. Oy, bura 77 yazmışam. Aydın oldu bunlar. Bəli. Oğlum, bunların hansında Rusiya Avstriyanın müttəfiqi idi? Niştandda deyil idi. Yazıda. Bax burada. Niştandda deyil idi. Bəli, Hə, burada yaxşı. Avstriyanın Rusiya ikisi müttəfiq idilər Osmanlıya qarşı. Bəli. Bax, Kiçik Qaynarca da, bu da Osmanlıya qarşıdır. Bunda da Osmanlıya qarşıdır. Bunda isə İsveçrəyə qarşı. Osmanlı'da. Şimal müharibəsi İsveçrəyə qarşıdır, oğlum. Bəli. Davam elə. Donanma yaratmışdı. Pyotr donanma yaratmışdı. Bəli. Bəs bu xaricidir, yoxsa daxilidir? Xarici deyil, daxilidir. Ona görə Daxil. bunu Ona görə bunu götürmüş. götürmək olmaz. Hı-hı. Baltik dənizə çıxış əldə etmişdi. Baltik dənizə 1721 Niştant idi. Bəli. 1721-də də Niştantı Pyotr eləmişdi, düzdür. Həm də xaricidir. Hı-hı. Bəli, 3-cü Əhmədlə sülh imzalamışdı. Bu qalsın, Osmanlı dövlətinə əleyhinə Şimal İttifaqı qurmuşdu. Şimal İttifaqını İsveçə qarşı qurmaq istirdi, amma Bəli. Osmanlıya qarşı qurmuşdu. Yox, oğlum, əksinə. Tərsinə, Avropaya Osmanlıya, keçmişdi. Hı-hı. Avropaya Osmanlıya qarşı keçmişdi ki, qursun, amma dedi ki, İsveçrəyə qarşı İsveçrəyə eləmişdi. qarşı quruldu. Bunu səhv götürdü. Bu səhvcə məntiqdən 5 də düzdür. Olacaq 2, Oğlum, 5-i 4. niyə biraz əvvəl şeydir? 5-də biraz əvvəl demədik. Prut sülhü imzalamışdı. Mən altını gördüm, ona görə buraxdım. Prut sülhünü dedik axı, orada imzalamışdı. Yox, Ona görə də altını gördüm ki, asandı. Ona görə 5-i buraxdım, dedim 6-nı deyim, sonra 5-i deyərəm. Ay, Rəsul. Rəsul, Pyotrun islahatlarından danışaq oğlum. Daxili islahatlarından nə deyə bilərsən Pyotrun? Pyotrun daxili islahatlarından Hərbi burada donanma bayaq yaratdı. yazılanlarda bəli, Rekrut hərbi əskər donanma, sistemin qurdu. Hı-hı. bəli, Sonra sonra manufakturalar tikdirdi. manufaktura, bəli, Manufakturanı nə istehsal eləmək üçün ən əsas Rusiyada? Silah. Ay, sağ ol. Bir də Sonra, deyirdi orada proteksionizm eləyirdi orada. bəli, düzdür, proteksionizm siyasəti tətbiq edilmişdi. Senat yaratmışdı. Senat nə idi oğlum? Senat hər bir əyalətin başında duran, Senatın hansı səlahiyyətləri var idi, Aliyə? Deyə bilərsən? Bilmirəm mən. Həm icra, bir də həm məhkəmə. icra eləyirdi, Bəli. həm bir dənə mən öldürə bilmirdi də, başqa hər şey eləyirdi. Yox, o komendantdır. O səs aldım. O komendant idi. Bax, Hə. senatı nə deyirdi? Deyirdi ki, senat icra və məhkəmə səlahiyyətlərini həyata keçirdi. Senat bir nəfər adam deyil. Ha. Senat elə bir ki, ABŞ-da deyildiyi senat. 2 hissədən Hə. ibarət idi. Nümayəndələr, yuxarı palata filan. Bəli. Bu da çar tərəfindən təyin olunurdu, senatın üzvləri. Və üzr istəyirəm, icra bir də məhkəmə səlahiyyəti idi. Amma sonradan onun səlahiyyətləri tam olaraq yenə də artırılmışdı da deyir. Başqa teatrın, qəzetin, kitabxananın, Elmlər Akademiyasının, bunların hamısının sonra Əsası qoyuldu. bəli, əlifba islahatı keçirmişdi. Bir də deyir ki, proteksionizm. Çox böyük. Bəli, Pyotr elə bir ki, başqa ölkələrin 500 ilə əldə etdiyi nailiyyəti Pyotr Rusiyaya 50 ilə əldə elətdirib. O dərəcəyə yaxşı görürük. Elə Rusiya indiki dövrdə elə Pyotrun addımları ilə gedir. Bəli, hələ də onun addımları ilə gedir, düzdür. Bir daha təkrar edək. Pyotrun daxili islahatları nələrə aid oldu, Rəsul? Pyotrun daxili donanma yaratmışdı, sonra teatr yaratmışdı. Hərbi donanma oğlum, hərbi donanmanı unutma. Hərbi donanma yaratmışdı, sonra teatr yaratmışdı, qəzet, əlifba, sonra Elmlər Akademiyası, senat. Senatın nələri daxil idi? Necə? Səlahiyyətlərə nələr dedik senatın? Həm Qanun icra edici. həm də qanun verici idi.
Necə? Həm qanunverici idi, həm də icra edici idi. Yox, qanunverici yox. İcra edici, İcra edici. bir də Hə. məhkəmə. Qanunu Pyotr verirdi, bu icra edirdi. Aha, bəli. Sonra oğlum, Sonra elə bu qədər. Sonra başqa nəsə bəs dedik. proteksionizm dedik. Hə, proteksionizmdən istifadə edilmişdi. Aha. Sonra söyle. Bir də oğlum, daxilə başqa nəsə qaldı mı demədiyim? Məncə demək Yox. olar ki, hamısını dedik də. İndi xarici siyasətindən danışdıq. Dedik ki, xarici siyasətindən burada yazmışam suallarda. Aliyə suala bax. Xarici siyasətinə nə aid oldu Aliyə? Hərbi sadə islahat keçirib, amma bunun daxili islahatıdır dedik. Baxırsan Aliyə, Daxilidir. Bəli. Qara dənizə çıxış əldə etmək Bu istəyib, daxil, xaricidir. yəni xaricidir. Baltik dənizə çıxış əldə edib, 3-cü Əhməddən də Purt sazişini imzalamışdı. Sonra 11 oxu qızım. Pyotrun xarici siyasətinə aiddir. Hı -hı. Bir düzdür, Bakıya yürüş eləmiş Dərbəndə 1722 deyilmi? Ay, sağ ol. Dərbənd 22-də idi, Bakı 23-də. Bəli. Səfərlərlə mübarizə aparmışdı, səfərlərlə bəli aparmışdı. Hı -hı. Düzdür. Rekrut nə idi? Rekrut bayaqdan deyirik də, əskər. Rekrut. Mən onu başqa cür eşitdim. Hə, Rekrut, bu qızım, əskər sistemidir ki, orduya cəlb olunması var ya əskərlərin. bəli. İndi ona yəni rekrut əskər də belə deyir. Sonra Bu daxili doğrudur, siyasətdir. amma Şərq ay sağ ol, amma amma daxilidir. bunun daxili siyasətidir. Şərq məsələsi və Yunan layihəsini hazırlamışdı. Bu Yekaterina idi. Ay sağ ol. Hı -hı. Senatın yaradılması haqqında qərar qəbul etmişdi. Bu daxili idi. Bəli, senatın səlahiyyətləri qanunverici yoxsa icra edici idi? Qanunverici. Yenə də. Hər ikisi. İcra və məhkəmə. Nə idi qızım? İcra və məhkəmə. Senat, icra və məhkəmə deyirik. Sonra? Avropa ölkələrinin 17-ci yüzilliyin sonlarında böyük elçilik təşkil etmişdi. Bu düzdür. Bəli. Ay sağ ol. Əslində qızım, böyük elçilik gedəndə 17-ci əsrdə onun məqsədi hansı dövlətə qarşı ittifaq qurmaq idi? Osmanlıya. Osmanlıya. Ancaq Osmanlıya qarşı ittifaq qura bildi? Xeyr. Ay sağ ol. Kimə qarşı qururdu o ittifaqı deyirik? İsveçrəyə qarşı. Ay sağ ol. İttifaq qurmuşdu. Düzdür. Ailə belə bir sual verim qızım. Dedi ki, Rusiyada 17-ci əsrdə manufakturlar meydana gəlib desə doğru olar qızım? 17-də. Aha. Bəli. Bəli. Hətta 17-nin ikinci yarısında. Bir daha təkrar edirəm. Rusiyada nələr meydana gəlib dedik? Manufaktura. Manufaktura. Demək, neçənci əsrdə dedik? 17-ci yüzilliyin ikinci yarısında qızım meydana gəlir. Ancaq manufakturaların özəlliyi nə idi qızım? Ancaq nə istehsal edirdilər Rusiyada? Kimin əmri ilə nə istehsal edirdilər? Bəli, dövlətin sifarişlərini yerinə yetirirdilər və ancaq silah. Qızım, manufakturada əmək bölgüsü, əl əməyi var idi, yoxsa muzlu əmək daha çox tətbiq olunurdu? Əl əməyi, muzlu əmək idi. Bəli, muzlu əmək də var idi, ancaq əl əməyinə əsaslanırdı. Yəni, manufakturanı belə fabrik, zavod kimi düşünmək olmaz da. Aydın oldu? Bəli. Yaxşı qızım, desək ki, əgər 17-ci yüzilliyin ikinci yarısında Rusiyaya əmtə istehsalı inkişaf edirdi. Bunu doğru götürərsən? Əmtə, bəli. Əmtə nə deməkdir qızım? Əmtə əl işi. Satış üçün nəzərdə tutulan məhsul. Nə deməkdir? Satış üçün nəzərdə tutulan məhsul. Məhsul. Yəni, elə bir ki, sənətkar ta ki, feodalın istədiyi qədərin, məsələn üçün, ta ki, 4 dənə güldən hazırlayır, 2 dənəsini də əlavə hazırlayır ki, aparıb onu satacaq. Yəni, bu əmtə deməkdir. Aydın oldu? Təbii ki, kapitalizmin də başlanğıcıdır da bu. Əgər satış varsa, burada nə inkişaf eləyəcək? Kapitalizm inkişaf eləyəcək. Aliyə, 17-ci yüzilliyin qızım ortalarında Rusiyada gömrük haqqında qanun qəbul edilmişdi. 17-ci yüzilliyin ortalarında. Bu nə deyildi bu gömrük haqqında qanunda qızım?
Bu gömrük haqqında qanunda şeydi, ancaq a, ölkənin öz Daxili. tacirləri daxili gömrük haqqı var idi. O da xarici tacirlərdə daha yüksək olurdu. Ay sağ ol. Daxili gömrük haqqı ləğv olunmuşdu. Xarici tacirlər isə çox vergi ödəyəcək idilər. Aydın oldu? Bəli. Bir daha gəl Bir təkrar də edək. daxili Rəsul, dedim bazarda 17-ci yüzilliyin oğlum ortalarında Rusiyada gömrük haqqında qanun qəbul olunmuşdu. Nə deyildi gömrük haqqında qanunda Rəsul? Rəsul. Mənim daxildə olan vergilər xarici ticarətçilərdən daha çox alınacaqdır. Daxildəki daha çox alınacaq idi. Oğlum, daxili ticarət ləğv Yox, olunur. Daxili daxili gömrük daha ticarət doğrusu. ləğv olunur. Xarici siyasətdə olan vergilər Xarici tacirlərdən çox vergi daha gömrük çox alınır. alınacaq. Elə bir şey oğlum, gömrük pulun biz demişik ki, daxili bir də xarici gömrük rüsumu var da, elə deyilmi? Həm, Xarici gömrük rüsumunu artırırlar, daxili gömrük rüsumunu isə ləğv eləyirlər. Aydın oldu Rəsul? bəli, Hı -hı. bəli. Tamam. Aliyə bir də deyirdi ki, 1667-ci ildə yeni ticarət nizamnaməsi qəbul olunmuşdu. Nə deyilirdi bu 1667-də yeni ticarət nizamnaməsində? orada daxili bazarda ancaq rus tacirləri Ay sağ ol. ticarət edə bilərdilər, xarici tacirlərə icazə verilmirdi. Bəli. Bir də deyirdi ki, topdan satışına ancaq icazə verilir də, Bəli. tək-tək satışına, pərakəndə satışa icazə verilmirdi. Yaxşı qızım, bir də məclis qanunnaməsi var idi Rusiyada. Nə deyirdi o məclis qanunaməsində? Nə vaxt qəbul Zemstvo olunmuşdu? məclisləri, Necə? Zemstvo məclisləri, Zemstvo məclisləri ümumi Rusiyada çağırılan məclislərdir. O başqa bir şeydir. Deyirdi ki, mütləqiyyətin dayağı nə idi Rusiyada? Zemstvo məclisləri. Bir daha təkrar edirəm. Mütləqiyyətin dayağı nə idi? Zemstvo Zemstvo məclisləri. Zemstvo məclisləri 17-də tez-tez çağırılırdı, yoxsa gec-gec çağırılırdı artıq? Gec-gec. Aydın oldu? Bu nə deməkdir sizcə əgər gec-gec çağırılırsa? Yəni, nə oldu? Nə sakitlik oldu? Mütləqiyyət zəifləyir, Mütləqiyyət zəiflir, yoxsa güclənir? güclənir. Güclənir də. Yəni, daha artıq Zemstvəyə burada ehtiyac yaranmır ki, çar tək başına olur. Aydın oldu? Bir daha təkrar edək. Zemstvo hardadır? Rusiyadadır və nəyin dayağı hesab olunurdu, Rəsul? Mütləqiyyətin dayağı hesab olunurdu. Hə, Düzdürmü Rəsul? Mütləqiyyətin dayağı idi də. hə, Ancaq 17-ci əsrdən buna ehtiyac qalırdı artıq Rusiyada, Evet. 17-ci yarısından. Evet. O görə bunu çağırmırdı. Bu nə deməkdir? Yəni Mütləqiyyət artıq güclənir. çar tək başınadır. Mütləq monarxiya artıq güclənib deməkdir burada. Aydın oldu? Məclis qanunaməsində Rəsul nə deyilirdi oğlum? 1649-da qəbul olunmuşdu məclis qanunaməsi. Düzdürmü? Hə. Nə vaxt qəbul olunmuşdu məclis qanunaməsi? 1649-da. 1649-da. Eyni ildə Rusiyada İngiltərə nə baş vermişdi? Civardlar hakimiyyətdən getmişdi. Bəli, kral öldürülmüşdü, Lordlar Palatası, Respublika, bunların hamısını demək olar. Buyur oğlum, nə deyildi məclis qanunaməsində? Məclis Təkimçiliyi kim qanunaməsi olurdu? Rəsmiləşdirilirdi. təkimçiliyi rəsmiləşdirilirdi. Bir də təkimçilik qurum nəsə bir vəzifə yaranırdı təkimçilik haqqında. Yoxsa Vəzifə deyildi. Sadəcə zadəganların irsi hüququ təsdiqlənirdi. Zadəgan təsdiqlənir. kişilərin, yəni irsi olaraq istifadə eləyə bilərdilər. Düzdürmü? Bəli. Sonra təkimçilikdən qaçanlar ömür boyu dövlət tərəfindən axtarıla bilərdi. Axtarılmaq yəni səlahiyyəti verilmişdi ki, təkimçilikdən qaçan kəndli ömür boyu axtarılacaq. Kəndli bir yerdən başqa yerə gedə bilməzdi. Bir sahibkarın yanına, digər sahibkarın yanına gedə bilməzdi. Yəni təhkim olunmuş da olduğu, yəni doğulandan ölənə kimi ancaq bir yerdə qalmalıydılar deyirik. Aydın oldu? Aydın oldu? Bəli. Tamam. Bu da belə. Rəsulun növbətini oxu oğlum. 12-ni oxu. 12. Bəli.
Rusiyada teatrın əsası birinci piotr, göstərilənə aid elə birinci piotr B. Bəli, teatrın əsası, yeni təqvim, bir də ticarət sahəsində islahat. 13-ü də oxu. Bəli. İkinci Yekaterina xarici siyasətinə aiddir. Yassi sülhünü imzalanmışdı. Yassi sülhü bəli imzalanmışdı. Krımı işğal etmişdi. Zubovun rəhbərliyi ilə Azərbaycan yürüyüş təşkil etmişdi. Gürcüstanın xarici siyasətinə son qoymuşdu. Yuxarıda var müəllimə? Yoxdur məncə. Var imiş. Şimal müharibəsində Şimal qalib müharibəsi. gəlmişdi. Şimal xalqlarımızın varlığına son qoymuşdu. Şimal xanlıqlarımızın Oğlum, varlığına niyə son tərəddüd qoymuş. elədin ki bunlarda? Bayası sülhünü imzaladı. Neçənci ildə dedik? Bəli. 1791. Ən yaxşı 1791. işləri, yəni Rusiya üçün uğurlu olan çox şeyi, Yassıdır, Kiçik Qaynarcadır, Krımın işğalıdır 1783. Axı biraz əvvəl bunları dedik oğlum. 1, 2, 3, Zubovun ikisini də rəhbərliyi götürmüş. altında qoşundu. Onu da götürmüş. Xarici Gürcüstan müstəqilliyinə də xarici. 1783-cü ildə Azərbaycan tarixindən keçmişik ki bunun. Xarici Bəli. müstəqilliyinə Son son qoyur. qoyulub. Aslı vəziyyətə düşüb. Şimal müharibəsində qalib gəlib. Şimal müharibəsində 1-ci Pyotr qalib gəlib. Xanlıqlarımızın da varlığına 1828-də son qoyulub da. Şimal xanlıqlarımızın varlığına. Rus-Qacar müharibəsi neçədən götürürdük? 1804, 13, 1826, 28. Xanlıqlarımızın varlığına bu vaxt son qoyulub. Bu vaxt Yekaterina yox idi. Yekaterina nə vaxt ölmüşdü? 1700 ilə 1721. 96-nın payızında ölür. Zubov da işğalın yarımçıq qoyub geri çəkilir. Ondan sonra oğlu Pavel gəlir. Bəli, Paveldə qoşunların geri çəkildi. Ondan sonra deyəsən, Pavel'dan sonra deyəsən heç bir qız hökmdar olmur. Bəli, deyir ki, bundan sonra heç bir qadın hökmdar hakimiyyətə gəlməyəcək. Qanun verir. 13-ü də oxu oğlum, cəld ol. 17-ci yüzillikdə Rusiyanın xarici siyasətinə aiddir. Belarus Ukraynanı işğal etmək. 17-ci yüzillikdə bəli. Bəli. Xarici siyasətinin əsas məqsəd Belarusiya və Ukrayna fəth eləmək istəyirdi. Düzdür. Sonra? Baltik dənizinə çıxış əldə etmək. Baltik dənizinə 1721-də çıxış əldə etib. Amma etmək istəyirdi. Xaricdən bunu da götürdü. Kiyev daxil olmaqla sol sahil Ukraynasını ələ keçirmək. 17-ci yüzyıl bu da düzdür. Belarusiya deyiriksə bunu da götürəcək. Qaradəniz sahillərinə çıxış əldə etmək. Bunu götürməyəcəyik. İstəyib də, oğlum. Deyir, xarici siyasəti deyildi. Tutmaq istəyirdi hamısını. Amma eləyə bilməyib də. Amma eləyə bilməyib. Səfəvilərlə Şimali Qafqazda müharibə aparılmışı, bunu da eləyib. Bəli. Burada kim idi oğlum Səfəvilərlə 17-ci əsrdə? Hansı Səfəvi hökmdarı idi? Süleyman. İkinci Abbas. Abbas demək istədimi bilmir. İkinci Abbas deyə əmr vermişdi Xosrova ki, get Terek qalasında rusların tikdirdiyi hərbi düşərgələri ləğv elə. 1653, 1662-ci illərdə. Sonra burada oğlum, bəs Kiyev daxil olmaqla sol sahil Ukraynasının neçənci illərə keçirdi Rusiya? Rusiya bunu Osmanlı ərazisini tanıtdıranda demişdi də ki, Kiyev daxil. Yox, 1654, 1667-ci illər müharibəsi var idi. 1667-ci də müqavilə imzalayır və Kiyev daxil olmaqla sol sahil Ukraynası Rusiyaya qalır. Kimdən müharibə aparırdı orada? Reçpospolitanı. Reçpospolita. Bəs Reçpospolita nə var Kiyev daxil olmaqla sol sahil Ukraynasının Rusiyanın əlində olduğunu tanıyır? Neçənci də barışıq oldu bunların arasında Rusiyanın Reçpospolitanı? 74-də. Kimə qarşı birləşirlər? Osmanlıya. Osmanlıya qarşı ittifaq qurulmuşdu. Hansı ittifaq idi? Ondan sonra Rusiya qoşulur ora. Şimal müharibə. Müqəddəs birlik. Müqəddəs birlik. Bəli, müqəddəs birlik 84 idi. Amma Rusiya nə vaxt qoşulur? 86. Roma 86-da. Həmin ildə, 1786-cı ildə böyük barışıq olur. Reçpospolita ilə bunlar birləşirlər. Aydın oldu? Dərsini tutardı mənim. Linkin vaxtı bitir. Yaxşı. Eyni linkə daxil olun.